Salamlayıram hər birinizi Azərbaycan və Türkiyə. Alıyoruz efendim. Xoş gördüm hər birinizi. Bu günlər mən Turgut Aslan bəyin qəbulundayam. Çox təşəkkürümü bildirirəm xanımına da, özünə də ki, bizi bu günləri bura dəvət etdi. Və mən Turgut bəyin hər zaman tədavilərini, fizik tədavisini də yapmışam. Allah can sağlığı versin. Nə zaman yenə ehtiyac olursa, həmən nasız yatacaq yenə, əlimdən gələni əsirgəməyəcəm. Və bizim bir şəhid hanımı gəlib Azərbaycana, Hicran xanım. İstərdim o da öz fikirlərini söyləsin. Mən də Azərbaycandan gəlmişəm, Bakıdan gəlmişəm. Bütün şəhid ailələrinin adından 88-ci ildən ta bu günə qədər olan şəhid ailələrinin adından Turgut bəyimizə kiçik bir ərmağan gətirmişəm, amma anlamı böyük. Mənə çox xoş oldu sizdən tanışlıq. Bizim dəvət etdiniz, bizi qəbul etdiniz. Buna görə çox sağ olun, təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Azərbaycandan sizə çoxlu salamlar gətirmişəm. Şəhid analarının, şəhid xanımlarının, əsasən də itkin şəhidlərin ailələrindən sizə çoxlu salamlar gətirmişəm. Onlar bu günləri səbirsizliklə gözləyirlər ki, siz bizi qəbul edəsiniz. Allah sizə can sağlığı versin. Allah sizə elə bir ömür versin ki, sağlam ömür versin və bir zamanda gələsiniz Azərbaycana, biz sizi orada qəbul edək. Şəhid ailələrindən birlikdə. İnşallah. Xanımınıza da hədiyəm var, hədiyəmi verəcəm inşallah. Ecdattan bana bir böyle döviz gelmişti fakat elimle bir yer açtım. Bunu da uygun bir yer açacağım. Her zaman görevli olur. Tamam. Evin en güzel köşesine koyacağız inşallah. Gözəl bir, mən belə bir hədiyyə gətirdim. İki qardaş ölkə bizim bayraqlarla. Elə istərdim, Turgut bəy. Arkasına. Allah size can sağlığı versin, uzun ömürler versin. Ve bizim kanalımızın. Bir de başkanım da size bir Türk bayrağını hediye etmek isterler. Bu bizim Azərbaycanın adlan əsəri, butalar. Biz buna kalayağı deyərik. Bizim xanım xatınlar, orada var, onun içində. Şu mu? Bizim xanımlar bunları, bu örtüyü hər zaman istər xoş günlərdə, Allah deyir ki, həmişə xoş günlər qismət eləsin ki, inşallah. Yəni biz bunu istər cavan, istər yaşlı, hər zaman biz bunu taxalım. Çok teşekkür ederiz. Çok nazik. Şeyi de bayrağımızı tamam efendim. Tamam efendim. Bu bayrağı götürmək, bu hədiyyəni sevərəkdən qəbul edirəm. Böyük bir anlamı var. Mən bunu Azərbaycana aparacağım. Bizim Azərbaycanda şəhid analarının, bizim həmən o komitədə bunu elə bir yerdə saxlayacaq ki, bu bizə böyük bir, əziz bir hədiyyə olacaq. Turgut bəydən inşallah. Çok teşekkürler. Sağ olun. Çok ince. Bayrağı da getirmişik reisimiz olan Cənab Erdoğan'a. Bizim prezidenti İlham Əliyevlə Türkiyənin prezidenti Erdoğan bəyə ərmağan gətirmişik. Şəhid ailələrinin adından Turgut bəyə təqdim edəcəyik ki, Erdoğan bəyə çatdırsın bizim şəhid ailələrinin adından. Çox sevinərik ki, Turgut bəy onu çatdırar Erdoğan bəyə. Bir resim alayım efendim.